Hər kəsə sabahınız xeyir olsun. Səhər yeməyi hazırlayıram. Bizdə çöldə tufandır. Hər yer uçur, dağılır, tökülür. Adam çölə baxmağa belə qorxur. Birdən nəsə qırıldı. Baxmıram çölə. Amma eşidirəm ki, nəsə uçur, nəsə harasa danq dəyir. Belə. Səhər yeməyi hazırlayıram. Yumurta qızartdım. Kimsə qızardılmış yumurta yeyəcək, kimsə belə pişmiş yumurta yeyəcək. Dəmiri də qoymuşam ki, qızsın. Orada çörək isidəcəm. Belə xırt-xırt çörək istəyirəm. Tosterim var. Tosterda da eləyə bilərəm, amma heç həvəsim yoxdur. Şkafdan çıxart, toka sal, qızana kimi sonra çörəkləri orada nəzarət eləmək. Mən onsuz da burada durmuşam da. Belə çörək isitmək mənim üçün daha rahatdır. Belə, nəysə biz gedək yeməyimizi yeyək, bizə nuş olsun və sizə də nuş olsun. Uşaqlarla birlikdə təbii sok eləmişik. Uşaqlara köklə alma elədim, özümə isə balqabaq soku düzəltmişdim. Bu təbii sok içməyə xoşlayıram, düzəltməyi də xoşlayıram, amma bəyənmirəm bir dənə bunu yumağa. Çünki o qədər orada xırda-mırda şeylər var ki, hamısını bir-bir yumaq lazımdır. Amma saxlasam, sonra daha da çətin olacaq mənə, hər şey quruyacaq və daha da çox əziyyət çəkəcəm. Ona görə indi tez bazar bunu sökürəm və tez bazar yuyuram. Bu içindəki olanı hamısını indi tez yığım, göndərəcəm toyuqlara. Onlar xoşlayırlar belə şeylər yeməyə, ona görə heç nə atmırıq. Həm özümüz də qəşəng sok içirik və sokdan qalan şeyləri veririk toyuqlarımıza. Yudum, təmizlədim, qurutdum və indi isə şkafa qoyacağam öz yerinə. Təmizlik işi gedir məndə burada. Hər şeyi sökdüm, şkafı qəşəng tərtəmiz təmizlədim, klyonkanı dəyişdim və bu paketləri belə səliqəyə yığmışam. Bu paketləri həmişə dükandan gətirəndə belə tullayıram və deyirəm sonra yığacam. Sonra yığacam və bugün şkafı açanda bütün paketlər üstümə gəldi və ona görə dedim buranı səliqəyə salım. Və buraya isə vedrə qoyacam. Vəsə olacaq məndə burada tərtəmiz. Üzünə belə kofe hazırladı, üstünə də marshmallowları tökdüm. Bilmirəm bu nə dadır, amma mənə elə gəlir ki, çox pis dadır. Səhv etmirəmsə, bir dəfə uşaqlar mənə vermişdi dadına baxmağa, mən bəyənmədim. Bir də belə marshmallownu yandırdı, deyir, bu da çox qəşəngdir. Deyir, mama dadına bax, amma mənim heç iştahım çəkmir belə şeylərim. Bu arada Leyli nənə məşğuldur. Niyə qırqızları çəkir? Bir də sizə Leylinin hədiyyəsini göstərim, belə. Leyliyə güzgü hədiyyə elədik. Mən burada dolma bükürəm. Kələm dolmasıdır. Oca bu qədər bükmüşəm. Hələ iş bitmədi, davam eləyirəm və burada istədim salat eləyim, şuba salatım. Düşündüm ki, məndə soyuducuda balıq var. Amma bu tərəvəzləri hazır eləyəndən sonra oturmuşdum ki, qəşəng başlayayım bunu düzməyə. Sən demə, balığım az imiş və ona görə dedim, yox, bu alınmayacaq şuba, ona görə qoymuşam toyuq pişirməyə. Qoyub pişsin və heç nə, qranat və braslet eləyəcəm. Nar da var evdə. Görüm, axot olsa nar təmizləyəcəm, üstünə nar eləyəcəm. Axot olmasa elə belə üstü çuxundurlu olsun. Və sizə lifehack göstərim. Əslində bəlkə də hamı çoxdan bunu bilir. Mən amma indi eləyirəm. Belə deməli, stric paketlə belə üstünü elədim və üstündə 4 dənə deşik düzəltmişəm ki, belə nazik çıxsın. Burada kəsəndə sonra başlayır mayonez qurumağa.
Amma belə eləyəndə inşallah ki, istədiyim qədər çıxacaq buralardan belə. Burada isə dolma üçün sos hazırlayıram. Mən xoşlayıram ki, tomatlı olsun və dibinə pomidorlar qalmışdı məndə. Pomidorları yumru-yumru doğradım və dibinə qoymuşam. Sonra üstünə xırda-xırda doğramışam kələmi, hansı ki o artıqlar var idi. Onları doğradım və baxdım ki, elə bir ki azdır da. Mən tomatlı xoşlayıram olanda. Və bu azdır və sonra bura dolmaları düzəndə üstünə yenə pomidorlu sok əlavə eləyəcəm və qəşəng sarı kök, belə şeylər əlavə eləyərəm və qoyacam bişməyə. Belə, mən iş başındayım həmişəki kimi. Xanım gel lakın ləvazimatlarını xahiş eləmişdi ki, göstərim. Mən bilmirəm, bu videoda yox, daha doğrusu kanalda demişdim, yoxsa deməmişdim. Mən gel lakdan imtina eləmişəm, gel eləmirəm artıq özümə. Çünki zərərlidir və ona görə qorxuram və ona görə eləmirəm. Amma neçə dəfə deyəsə, səhv etmirəmsə, bir neçə dəfə yazmışdı xanım ki, göstərin və ona görə dedim, göstərim də sizə. Belə, deməli, nədən istifadə eləmişdim? Primer. Baxın, belə almışdım. Miss Fidinin primeri çox qəşəngdir. Əvvəl Temudan almışdım. Hamısını Temudan almışdım. Pambıq yapışdı buna. Gel dağılıb, buranı əslində təmizləmək lazımdır və bəzilərini tullamaq lazımdır. Çünki yayılıb da. Bunlardan da almışdım, amma heç istifadə eləməmişəm. Bu kremi çıxardım. Çünki burada durur. Bu qabı vəbşi açmıram. Və sroku gedəcək. Bunun hayıfdır. Bu əl üçün kremdir. Həmişə gel lakı eləyəndən sonra sonunda əl üçün krem istifadə eləyirdim. Bunu çıxardıram. Spirt lazım idi. Sonra bunu zakaz eləmişdim. Bu şey kimidir, pudra kimidir. Amma istifadə eləmədim. Çünki başa düşmədim bunu necə istifadə eləmək lazımdır. Və durur. Sonra bunlar yəqin bilirsiniz nədir? Bu dırnaqları təmizləmək üçün, sonra geli təmizləmək üçün, kutikulunda təmizləmək olar qıraqlarında bundan, yəni çıxardarsan, sonra o şeylə, şipsi ilə kəsirsən. Belə. Belə bir aparat almışdım. Təmizləmək üçün, gel lakı təmizləmək üçün və Temudan hamısını zakaz eləmişdim. Elə bu firmanın da zakaz eləmişdim. Baza, bir də top. Heç yaxşı deyildi. Bir həftədən sonra gel qopurdu və əsəbləşirdim, təzdən gedirdim, eləyirdim. Bu üçün bezmişdim bir tərəf, əməlli başda bezmişdim. Və sonra Miss Fidini mağazində təriflədilər. Dedilər ki, çox yaxşıdır, həm ucuzdur. 2 manat 80 qəpiyə idi. Aldım bunu. Bu deməli primerdir və baza almışdım. Amma top elə bununkini istifadə eləmişdim. Top dedim əsas baza yaxşı olmalıdır da. Dedim topu bununkini istifadə eləyərəm. Bu. Elə baza da bundan idi, sonra top da, hamısı da. Bazanı tulladım çünki yaxşı değildi. Heç düz əməlli yapışmırdı. Mənə birinci dedilər ki, yəqin az saxlayırsan lampada, amma mən 1 dəqiqə saxlayırdım. Elə olurdu ki, 1 dəqiqə yarım saxlayırdım ki, bərkisin. Amma heç saxlamırdım. Deməli, baza yaxşı değildi və ona görə dəyişdim. Miss Fidininkini götürdüm və sonra düşündüm ki, bu bitəndən sonra, top da bitəndə elə Miss Fidinin topunu da alacağım. Amma sonra başa düşdüm, yox, istəmirəm. Gel lak ziyandır və ona görə indi istifadə eləmirəm.
Baxın, belə şeylər idi məndə. Ona görə göstərmirdim də sizə. Hər dəfə vloqda, vloqun altında daha doğrusu yazırsınız, sual verirsiniz, amma mən göstərmirəm, çünki istifadə eləmirəm ona görə. İstifadə eləsəydim, çıxardardım, göstərərdim sizə və bir neçə dənə lak var idi. Çoxu rozvaya çalırdı. Tünd rozva, açıq rozva, nude, sonra belə də, yəni açıq rənglər idi məndə ancaq. Qara var idi, deyə baza. Elə bildim tullamışdım, əslində bunu tullayım indi. Lazımsız bir şeydir. Tullayıram. Bunları saxlayacağım, çünki içi doludur. Bəlkə kiməsə tanış adamlardan, qohumlardan soruşum görüm kimsə istifadə eləyirsə, onlara verim. Çünki atmağa hayıfdır, çünki doludur içi. Hardasa 4-5 dəfə istifadə eləmişəm, ifso elə də durur. İçi hamısı doludur. Atmağa hayıfım gəlir. Sonra gelim var idi, gel qurtarmışdı, onu da Miss Fidi'dən idi. Balacasını götürmüşdüm prob üçün və gördüm ki, həqiqətən də yaxşıdır, yaxşı yapışırdı. Bir ay qalırdı dırnaqda. Belə, o qurtarandan sonra fikirləşdim ki, gedib təzəsini alacağım və yaxşı ki, almadım, çünki gel lakdan imtina elədim. İfso, buranı da səliqəyə salım. Bu adi lakdır, Golden Rose'un adi lakıdır. Bu da deyəsə artıq qurudu, bunu da tullayacağım. Belə şotka o vaxtları mənə hədiyyə vermişdilər. Bunları zakaz eləyəndə bilmirəm bu nə üçündür. Yəqin toz uzadı dırnaqdan təmizləmək üçün, bilmirəm. Amma heç istifadə eləməmişdim. Və belə şeylər hamısını artıq aldım. Əslində bunları istifadə eləmək olar. Baxın bunu. Kutikulun qıraqlarını, dırnağın qırağını təmizləmək olar bununla. Amma bu yox. Bu dırnağı emali üstündən təmiz götürür və yaxşı deyil də bu. Bunu istifadə eləməyəcəm, amma bunları istifadə eləyəcəm. Ən ucuz adı nədir bunun? Hamısının adını yaxşı bilirdim. İndi istifadə eləmirəm deyə unutmuşam. Bu aparatını ən ucuzunu almışdım və çox yaxşı da çıxdı. Nəysə, belə göstərdim sizə. Artıq mən istifadə eləmirəm. Gel lakdan imtina eləmişəm və bir vlogda göstərmişdim də hansı lak almışam. Qoy tapım burada. Stolun üstündə, yoxsa mətbəxə aparmışam, unutdum hardadır. Bir dəqiqə. Top Face'in gel formasında olan, gel effekti verən daha doğrusu lak almışam. Bu da əslində çox yaxşı qalır dırnaqda. Bir həftə yarım dırnaqda qalır. Su ilə işləməsən 2 həftəyə qədər bu dırnaqda qalır. Heç qopmur, çatlamır. Çox yaxşı lakdır. Mən bunu istifadə edirəm. Düzdür, bu rəngi yox. Vloqlarda yəqin ki görmüsünüz də, o biri rəngi istifadə edirəm. Bunu da almışdım bayrama ki, bayramda eləyəcəm. O da başım qarışdı. Unutdum ki, belə lak almışdım. Amma istifadə eləyəcəm. Bu bordovu rəngdir. Bu rəngi mən xoşlayıram. İstifadə eləyəcəm. Bundan sonra ancaq bu lakdan alacağım. Top Face'in gel effekti olan. Bu dırnaqda çox qəşəng qalır. Hələ bunun üstündən də primer vursam, mənə elə gəlir ki, daha da uzun müddətli qalacaq. Primer elə bil çatlamağa imkan vermir də. Lak çatlasın dırnaqda. Belə qızlar. Siz istədiniz, mən də göstərdim.
Tropy. Тропы занесли. И нет ли... Rəylərdə hamı yazmışdı ki, bu şampun haqqında mütləq sizə deyim, istifadə eləyəndən sonra və baxıcılar elə bil iki yerə bölünüb. Yarısı dedilər ki, bu yaxşı şampun deyil, yəni ağ saçları heç örtmür. Yarısı da yazdılar ki, çox qəşəng şampundur, biz bəyəndik. Mənə elə gəlir ki, bu sizin saçınızın keyfiyyətindən asılıdır. Belə saçlar var nazikdir, elə var qalındır. Sonra nə bilim cürbəcür saçlar var da və ona görə mənə elə gəlir ki, ona görə sizin saçınıza düşmədi. Elə sizin rəylərinizi oxuyandan sonra səhərsi günü getdim saçımı yudum, dünən də, yəni saçımı yudum. Necə yudum sizə başa salım. Bəlkə kimdə ki rənglənmədi, bəlkə siz düz yumamışdınız saçınızı. Mən necə eləmişəm sizə deyim. Deməli saçım təmiz deyildi, yağlı idi. Saçlarım ucu yumalıydım saçımı və getdim bunu elədim saçıma. Burada iki dənə rəng çıxır. Bir tərəfdən şampun çıxır, o biri tərəfdən rəng çıxır. Baxın, kimlər ki almayıb, onlara göstərirəm. Kimlər ki alıb, artıq bilirlər. Görürsüz, o tərəfdən şampundur, bu tərəfdən isə kraskadır. Deməli bunu əlimə elədim, qarışdırdım əlimdə. Gələn dəfə əlimdə eləməyəcəm. Düzdür, birinci dəfə eləmişdim deyə bilmirdim də bunu necə eləmək lazımdır. Əlimdə qarışdırırdım, sonra yenə az olurdu, yenə əlimdə eləyirdim. Amma gələn dəfə bir qabın içində eləyəcəm. Əlimi də ləkələdim. Deməli bunu götürdüm, əlimdə qarışdırdım, saçıma əlavə elədim. Buna baxın, sırası rəng oldu əlim. Əlimdə qarışdırdım və harda ağ saçlarım var idi, ora sürtdüm. Hər tərəfə də harda ağ saçlarım var idi, hər yerə çəkmişdim bu şampundan. Sonra 15-20 dəqiqə saçımda saxladım və ondan sonra getdim yumağa. Saçımı yudum, şampun əlavə elədim, şampunla saçımı yudum, balzam elədim, həmişəki kimi də şampun, balzam elədim və sonra bir də baxdım ki, saçım qəşəng rəngləndi. Mən nədən qorxurdum? Bir də rəng mənim saçıma düşməz. Mən çünki 6-1 işlədirəm. Kraskanın nömrəsi 6-1 həmişə işlədirəm. Səhv etmirəmsə 6-1 tünd rus rəngidir. Və əslində heç tünd rus rəng deyil mənim saçımda, korичневый rəngdədir. Amma o kraskadan istifadə eləyirdim və düşündüm ki, bu korичневыйdir. Birdən qırmızılı nəsə olacaq orada, heç saçıma yaraşmaz. Xına kimi rəng olsa əgər neyniyəcəm də mən belə düşündüm. Amma heç də elə deyil, çox qəşəngdir, qızartılı heç bir şey yoxdur, qırmızı rəng yoxdur saç kraskanın içində. Çox qəşəng korичневый rəngi var və bütün ağ saçlarım rəngləndi. Mən deməli bir vaxtı Excellence Preference L'Oreal-ınkini alırdım, amiyaksız olan kraskanı alırdım və inanırsınız o boyda bahalı kraska mənim ağ saçlarımın üstünü örtmürdü. Yenə də ağappaq qalırdı. Şoka düşürdüm də. Təzədən gedirdim, başqa kraska alırdım, saçıma eləyirdim və ondan sonra rənglənirdim. Belə. Amma bu çox qəşəng şampun çıxdı. Mən bunu çox bəyəndim. Mütləq yenə də alacağam. Hələ ki kraskaları almayacağam. Çünki bunu mən bəyənirəm. Ağ saçlarım qəşəng rəngləndi. Bilmirəm neçə müddət bu kraska qalacaq. Amma əslində heç indiki kraskalar da hamısı zayı çıxıb. Bir həftədən sonra baxırsan yenə ağ saçlar çıxır. Biz elə bilirik ki, saçımız uzanır, amma saç uzanmayıb. Bu rəng özü gedir. Saç yuyanda görürsüz ki, kraska çıxır. Belə, mən bu şampunu çox bəyəndim. Bəlkə də kimdə ki dedi, yazmışdı mənə, rənglənmədi, yaxşı deyil. Mənə elə gəlir ki, bəlkə siz yaş saçlarınıza bunu əlavə eləmisiniz, 5 dəqiqə saxladınız, sonra təzədən yudunuz. Bəlkə adi şampun kimi saçınıza tətbiq elədiniz, bilmirəm də necə eləmişdiniz. Amma mən necə eləmişəm, sizə başa saldım. Yəni quru saçın üstünə bunu çəkmişdim, 15-20 dəqiqə gözlədim və sonra həmişəki kimi saçımı necə yuyuram, elə də getdim yudum. Və çox qəşəng də rəngləndi. Mənim saçım qalındı, həm qalındı, həm belə biraz cot kimidir də. Mən balzam vurmasam, bir də xanım yazmışdı ki, bu kraskadan sonra saç cod olur da, belə bərk olur. Mənim saçım elə tipdadır ki, mütləq və mütləq balzam eləmək lazımdır. Balzam eləməsəm saçım daranmaz, saçım pis olacaq da və ona görə
Həmişəki kimi saçım necə balzamdan sonra yumşaq idi, rahat daranılırdısa, elə də indi də belə oldu. Yəni mən bu şampunu çox bəyənmişəm və sizə də məsləhət görürəm. Mütləq bu şampunu alın. Mən 5 manata bunu almışdım. Bir də soruşdular hardan almışdım? Binəqədidə. Bu nədir onun adı? Şamaxı, qədim Şamaxı restoranı var. Yəni indi o restoran bağlandı, onun yerində bu Aptavoy var. Elə oradan almışdım 5 manata. Belə, mən bu şampunu çox bəyənmişəm və ona görə sizə də məsləhət görürəm. Göstərim sizə tez nələr almışdım və yığışdırım buranı. Deməli, marketdə özümə xurma götürmüşəm çayla içməyə. Belə yaşıl çay tez birinci dəfə alıram kokosla və ananasla birlikdə. Belə hələ almamışdım və inşallah ki bu yaxşı olacaq. İçində 20 dənə də endirimdə olmuşdu. Bilmirəm neçəyə, 1 manat 70 qəpik idi, 1 manat 80 qəpik, yadımda deyil. Bir də belə kolbasa götürmüşəm. Birinci dəfədir bunu alıram, Kafkaski. Amma bir bloger bunu çox tərifləmişdi. Dedi ki, çox qəşəng kolbasadır. Gedib yenə də almışdı. Endirimdə idi. 8 manat deyəsə. 13 manatdan 8 manata endirimə düşmüşdü və mən götürdüm. Bir də Xosta var götürmüşəm. Əsas nəyə getmişdim? Şampun qurtarmışdı bizdə, bir də diş pastası. Getdim aldım. 2 dənə almışam. Bunu Colgate yoldaşıma, çünki o başqa pasta qəbul eləmir. Yalnız Colgate istifadə edir. O birləri deyir, o pasta deyil. Ona Colgate almışam. Özümüzə isə belə Splat götürmüşəm. Bunu da çox tərifləyirdilər. 3 manat 50 qəpik idi qiyməti. Çox tərifləyirdilər. Ucuz da deyil. Yaxşı olar inşallah. Bilmirəm. Birinci dəfədir alıram. Colgate-ın hər dəfə istifadə eləyirik. Axırıncı dəfə Total idi bizdə. 2 dənəsi bir yerdə almışdım mən 6 manata. İndi isə dedim Splat'ı yoxlayım. Yaxşı olsa bundan sonra özümüzə bunu alacağım. Bir də yoldaşıma deyərəm bir dəfə bundan fırçalasın, görsün bəyənəcək bunu yoxsa yox. Çünki stomatoloqlar bunu tövsiyə eləyirlər. Sonra belə şampun götürmüşəm. Bunu birinci dəfədə alıram. İnşallah ki yaxşı olacaq. Belə bunun böyükləri də var idi, amma mən götürdüm 425 milliqramlıq. Bunun 700'lük də var idi. Görün bu yaxşı olsa əgər, özü də keratinlandır. Yaxşı olsa əgər onda böyüyünü alacağım. Sonra bizim kişilər üçün belə şampun götürmüşəm. Murad mənə hər dəfə tapşırır ki, mütləq və mütləq kişilərə aid olan şampun al, başqa şampun bizə alma. Və ona görə bu şampun almışam bizim kişilər üçün. İkisi bir arada, şampun və duş üçün gel. Əslində heç yoldaşımın heç fərqi yoxdur. Öyle şampun olsun saçını yumaq üçün. Amma Murad artıq seçir şampunları, deyir ki, yox mənə bir də ataya ancaq bu şampundan al. Və ona görə onlara belə şampun götürmüşəm. Fairy götürdüm. Dünən dibində qalmışdı. Onu da boşaltdım. Və ona görə zapas götürmüşəm ki, evdə qabiyan olsun. Bir də bir dənə Damascus. Vəssalam. Bunları yığışdıraq, qoyaq yerinə. Artıq videom sonuna gəlib çatıb. Ümid edirəm ki, axıra kimi baxmısınız. Yeni izləyicilərdən bir xahişim var. Kanalıma dəstək olmaq üçün abunə olun. Rəy bölməsinə smaylik saxlamağa və like eləməyə də unutmayın. Mən isə həmişəki kimi hər birinizə can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Növbəti vlogda inşallah ki görüşərik. Hələlik.